Bir də mən tərəf tut. Bəzən elə bilirlər, məsələn, videolara baxanda elə bilirlər ki, məsələn, zəvvarlar əvvəlcədən videodan əvvəl hazırlanıb, yəni heç kim heç nə deyilməyib. Məsələn, məlumat verir ki, çəkiliş edəcək, hazır olurlar və yaxınlaşırıq, təəssüratlarını alırıq ki, hansı ki... Öz fikirlərini özləri Bəli, bəli. Yaxınlaşır burada bizim xanım zəvvarlarımıza. Ya Allah. Başlayaq necə Sevinç xanım? Sevinç xanım, necə oldu ziyarətiniz? Necə keçdi? Nətər oldu? Ziyarətimiz çox gözəl keçdi. Təəssüratımız çox əladır. Başda qrup rəhbərimiz Hacı Rasim olmaqla, Hacı Ədalət olmaqla, qrup üzvlərimiz hamısı çox mədəni, gözəl insanlar idi. Ziyarətimizi doya-doya gözəl şəkildə elədik. Qrupumuzda olan Solmaz xanıma da təşəkkür edirik. Bizim bəxtimizdən o da oradaydı. Ondan sonra təəssüratımız belə əladır ki, qrup rəhbərimiz bizə bütün məlumatları, tarixi məlumatları, imamlar, peyğəmbərlər haqqında çox savadlı surətdə çatdırdı. Qəşəng qayğımıza qaldılar. Yəni ki, təşəkkürdən başqa, razılıqdan başqa bizim narazılığa heç bir əsasımız yoxdur. Çox sağ olsunlar. Allah onlardan razı olsun. Allah sizdən də razı olsun. Təşəkkür ederim. Buyurun bibi. Əziz zəvvarlarımızdan olan birimiz. Allah sizdən razı olsun. Səndən gül xanımız. Bütün getməyənlərə də Allah qismət eləsin. Sizə də can sağlığı versin. Çoxlu zəvvarlarınız olsun. Allah razı olsun. Buyurun Şirin xanım xala. Şirin bibi. 3 dəfə Rasimlə gəlmişəm. Gözəl yerləri gezdirib bizi. Namazlarımızı qılırıq. Çox yaxşı ziyarət eləmişik. Yenə istəyirəm, arzum odur ki, 4-cü dəfə gəlim. İnşallah, inşallah. Allah ömür versin. Buyurun Esmira xanım. Bizim ziyaretimiz çok güzel geçti. İllerle arzu ederdim Kərbəlayə gəlim. Rasim qardaşımız, Ədalət, Solmaz xanım bizə çox dəyər verdilər. Necə lazımdı bizə ziyarət elədilər. Hər şeyi başa saldılar. Çox gözəl. Onlardan çox razıyam. Sağ olsunlar. Allah razı olsun. Allah razı olsun. Buyurun Şərafət bacı. Mən də zəvvar yoldaşlarım kimi çox razı qaldım. Çox gözəl.